Salam əziz izləyicilər, mən Sabirli Salatın. Bugün 25 may tarixində Firtılın 6-cı sınavdır, səhv eləmirəmsə. Bəli, 6-cı sınavın riyaziyyatın izahını çəkəcəyik. Xoş seyirlər. 21-ci sualda deyir ki, aşağıdakilərdən hansı 24 nəfərlik sinifdə qızların sayının oğlanların sayına nisbəti ola bilməz? Yoldaşlar, bu tip suallarda həmişə biz sürət və məxrəcin cəminin 24-ə və yaxud da orada hansı rəqəm verilibsə ona bölünüb bölünmədiyini tapmalıyıq. Məsəl üçün A variantında 1-2 verilib. Yəni biz qızların sayına 1 qız, oğlanların sayını 2 qız götürürük. Və bunları cəmi nə edir? 3 qız. Bax, buradakı bu əmsal 3 24-ə bölünürsə ola bilər. Yəni 1/2 nisbətində ola bilər. Və yaxud da, yəni buradan rahatçılıqla tapa bilərik də, x-i taparıq 8, deməli qızların sayı 8, oğlanların sayı nəymiş? 16 imiş. Bu məntiqlə getsək, gəlirik C variantına baxın, 1/4. Qızların sayını 1x, oğlanların sayını 4x götürsəm, bunları cəmləsəm eləyəcək 5x. Bunu 24-ə bərabər eləsəm, x bərabər olacaq buradan 4,8. Və gətirib qızların yerinə 4,8 qoyanda biz insanların, yəni qızların sayını onluq kəsrlə göstərmiş kimi olur. Və bu da məntiqi olaraq təbii ki, doğru olmadığına görə cavabımız olacaq C variantı. 22-ci sualda deyir ki, nöqtələrin ordinatları eyni olarsa, biz bilirik ki, A məsəl üçün x, y-də birinci yerdə duran absis, ikinci yerdə duran ordinatın nöqtəsini göstərir. Və burada da ordinatlar eynidirsə, deməli 3k bərabərdir k + 6-ya. Buradan 3k minus k bərabərdir 6. K bərabərdir nəyə? 3-ə. K-nı 3 tapandan sonra biz artıq gedib absislərini tapıb sonra cəmləyə bilərik. A-nın absisi olacaq 2 vur 3 + 1, yəni 7. B-nin absisi olacaq 3 + 2, yəni 5. Bu ikisinin də cəmi olacaq 12. Cavab A variantı. 23-cü sualda deyir ki, Elvin ox ilə şəkildəki taxtanı vurur. Elvinin vurduğu ədədin sadə olması ehtimalını tap. Biz ilk olaraq burada neçə dənə mümkün hal var. Yəni biz o oxu atanda neçə dənə ədədə dəyə bilər? Onu tapmalıyıq. Sayırıq 1, 2, 3, 4, 1, 2, 3, 4, 5. 20 dənə burada mümkün halım var. 20 dənə fərqli mümkün halım var. İndi buradan bizə sadələri istəyirsə, mən deməli sadə olan, yəni əlverişli hallarımın sayını tapmalıyam. Bir sadə ədəd olmadığına görə 2-dən başlayıram. 2, 3, 1, 2, 3, 4, 5, 5, 6, 7, 8. 20-də 8 nə var? Ehtimaldır. Bunu da bizə baxıram, faizlə istəyirsə 100-ə vuracam. Burada 5, 40. Cavab D variantı 40%. Keçdik 24-cü suala. Sinifdəki 30 şagirdin hər biri ingilis və ya alman dillərindən ən azını bilir. Ən az birini bilir. Yəni bu bilirsiniz nə deməkdir? Yəni demək istəyir ki, sinifdə xarici dil bilməyən yoxdur. Yəni mən burada bir dənə Eylervin diaqramı çəkirəm. Bu ingilislər, bu da almanlar. Bu ortada da hər iki dili biləni yazacağıq. İndi ümumi 30 uşaq var. Deyir ki, ingilis dilini bilənlərin sayı alman dilini bilənlərin sayından 2 dəfə çoxdur. Yazıram, ingilis bərabərdir 2 alman. Hər iki dili bilənlərin sayından isə 4 dəfə çoxdur. İngilislərin sayı hər iki dili bilənlərin sayından 4 dəfə çoxdur. Mən baxım, hər iki dili bilənlərin sayını x götürsəm, onda ingilislər 4x olurmu? İngilislər hamısı 4x olurmu? İndi hamısı 4x-dır. X-in biri burada olduğuna görə bura qalır 3x. Birinci şərtdə də deyirdi axı, ingilislər almanların 2 qatı qədərdir. İngilislər ümumilikdə 4x-dır. 4x. Deməli, almanlar neçə olmalıdır? Onda 2x olmalıdır. Çünki almanların 2 qatı qədərdir. Almanlar 2x-dırsa, x-in biri yenə burada ortadadırsa, biri qalır bura.
İndi bunları cəmləyəcəm. Olacaq 3x plus x plus x bərabərdir 30. 5x bərabərdir 30-dursa, x bərabərdir 6. Məndən sinifdəki şagirdlərin hər iki dili bilənlərini sayını soruşur. Hər iki dilini bilənlər neçə nəfərdir? X nəfərdir. Yəni 6D variantı. 25-ci sualda nə deyir? Ən böyük sadə vurğu 7 olan iki rəqəmli ədədlərdən ən böyüyü ilə ən kiçiyinin cəmini tap. Ən böyük sadə vurğu 7 olan ən kiçik ədədimiz təbii ki 14-dür. İki rəqəmli ədədlərin içərisində 14-dür. Ən böyüyü də təbii ki 98-dir. Çünki 98-dən böyük ən böyük sadə vurğu 7 olan bir iki rəqəmli ədəd yoxdur. Bunun sadə vurğularını ayırıb özünüz də görə bilərsiniz. Bunun da cavabı olacaq 2, 112 A variantı. İndi gəlirik 26-cı suala. 26-cı sualda da ümumi kütləsi 200 qram olan qarışıqdakı A böl B nisbəti nədir? 2 böl 3 nisbətindədir. Sonra B böl C nisbəti bərabərdir 2 böl 5 nisbətindədir. Qarışıqdakı deyir B-nin kütləsini tap. Yoldaşlar, baxın bu 200 qram A plus B plus C-yə bərabərdirmi? Mən həmişə, istər ənənəvi, istərsə də onlayn qrupundakı uşaqlara deyirəm ki, bu tip çalışmalar gördünüz, həmişə əvəz etmə yolu ilə gedin. Əvəz etmə. Yəni, burada baxıram ki, bu əvəz etməni bəs hansını hansı ilə əvəz edeyim, ay müəllim? Baxırsınız, B burada da var. B-nin A-la da münasibət verilib. B-nin C ilə də münasibət verilib. Deməli, sən A-nı da B ilə ifadə edə bilərsən, C-ni də B ilə ifadə edə bilərsən. O ifadələri tapıb, gətirib burada yerinə qoyub, C-ni tapacağıq. Sonra C-ni burada yazıb, B-ni tapacağıq. İndi davam eləyək. Buradan 2B bərabərdir 3A-ya. Buradan A-nı tapmalıyam da, mən A-nı B ilə ifadə eləməliyəm. A da bərabərdir 3-də 2B. Hər tərəfi 3-ə böldüm, yəni A-nın əmsalını. Gəlirəm ikinciyə. Burada da 5B bərabərdir 2C-yə. C bərabərdir 2-də 5B-yə. Bitdi. Mən artıq A-nı da tapdım, C-ni də tapdım. Gətirib əsas eyniliyimdə yerinə yazacağım. Olacaq A-nın yerinə yazdım 3-də 2B. Üstə gəl, B zaten B-dir. C-nin də yerinə 2-də 5B yazdım. Bu nəyə bərabərdir? Bu elə bərabərdir 200-ə. Buradan ortaq məxrəcə gətirsəm hamısını 6-ya. Bu eləyəcək 4B. Üstə gələk 6B. Üstə gələk 3-ə vurdum 15B. Bərabərdir 200-ə. Olacaq 6-da 10, 25. 6-da 25B bərabərdir 200-ə. Çarpaz vursam B bərabərdir 6 vur 200 bölünsün 25. 25-dən 200 ixtisar gedir 8 qalır 25-in özünə. 8-i də 6-ya vuranda 48. B-ni neçə tapdıq? 48 qram tapdıq. Yəni D variantı. Sizin bir qeydləriniz olsa, videonu saxlayıb dəftərinizə qeyd edə bilərsiniz və yaxud da təkrar bir də baxa bilərsiniz. Mən video çox uzun olmasın deyə mümkün qədər uzatmaq istəmirəm. 27-ci sual. Dairənin radiusu neçə faiz azalarsa, sahəsi 64% azalar. Bu tip məsələləri yoldaşlar, təbii ki biz ifadə quraraq tapa bilərik. Amma rəqəm qoyaraq da yerinə yazıb tapa bilərik. Məsəl üçün, mən bir dairə götürürəm, radiusu 10 olan bir dairə götürdüm. Bunun sahəsi elədir nə? 100 pi. Pi r-in kvadratı düsturundan, sahə düsturumuz var da, pi r-in kvadratı. Bu düsturdan sahəni tapdım ki, 100 pi'dir. İndi, deyir ki, bu sahə nə olsun? 64% azalsın. 100-ün 64%, 100 pi'nin daha doğrusu, 100 pi'nin 64%'ini tapacağım. Bu eləyəcək elə 64 pi. Yəni 100 pi 64 pi qədər nə olmalıdır? Azalmalıdır. Bu da eləyəcək 36 pi.
İndi sahəsi 36 olan bir çevrənin radiusu neçədir? Radiusu təbii ki, nədir? 6-dır. İndi mənim əvvəlki radiusum 10 idi. İndi 6 olub. 6 10-un neçə faizidir? 60%-dir. Baxın, 10 da 6 vur 100 bərabərdir 60-a. 60%. Yəni 60 10-un, daha doğrusu 6 10-un 60%-dir. Deməli, mənim radiusum neçə faiz azalıb? Əvvəl 100 idi, indi 60 olubsa, deməli 40% nə olub? Azalıb. Cavab A variantı. Daha sonra 28. Şəkildə əsasən dairənin rənglənmiş hissəsinin sahəsini tapın. Bu tipdə də təbii ki, biz bir çox çalışmalar işləmişik. Burada biz tənasüblə eləyəcəyik. Birinci, təbii ki, bütün dairənin sahəsini tapmalıyıq. S dairəni pi r-in kvadratından. Pi-ni də 3 verib mənə. Olacaq 3 vur r-də 4. 16, 48. Ümumi dairənin sahəsini tapdım ki, nədir? 48-dir. Orada mənə 120 dərəcəlik bir qövs verilib. Amma mənə rənglənmiş hissəni soruşur. Tam dairəmiz 360 dərəcə olduğundan 120-si ağdırsa, deməli 240-ı nədir? Rənglənmiş hissədir. Mən burada tənasübü necə quracam? Tam dairənin sahəsi nədir? 48-dir. Deməli 360 dərəcəyə 48-dirsə, o rəngli olan 240 dərəcəyə neçədir? Buradan hər ikisini 120-yə ixtisar aparsam 3 qalacaq. Burada 2 qalacaq. 3x da bərabərdir 96 olarsa, x da nə? 32. Cavab B bəndi. Çox qısa bir izah. 29. Həqiqi uzunluğu 200 kilometr olan məsafə xəritədə 5 sm olaraq olarsa miqyas təyin edin. Miqyas nədir bizdə? Miqyas bərabərdir real ölçünün, yəni həqiqi ölçünün kiçildilmiş, yəni plandakı ölçüsünə nisbəti. Real ölçünün plandakı ölçüyə nisbəti. İndi real ölçü bizə 200 kilometr verilib. Mən 200 kilometri birinci minə vurub nəyə çevirdim? Metrə çevirdim. Sonra da 100-ə vurub santimetrə çevirdim. Və sonda 5-ə böldüm. Burada bərabər olacaq. 5 ilə elə 200 ixtisar getsə 40 qalır. 40 arxasında da 5 dənə 0. 3, 4, 5. Yəni 4 milyon cavab D variantı. 30. Elvin kitabın əvvəlcə 40%-ni, sonra isə qalan hissənin 30%-ni oxudu. Elvinin sonra oxuduğu səhifələrin sayı Elvinin sonra oxuduğu səhifələrin sayı 36 olarsa, bu kitabdan oxumadığı səhifələrin sayını tapın. Məsələn, kitabı götürək ki, kitabın səhifəsi x səhifədir. Əvvəlcə bunun 40%-ni oxuyub. Yəni, x-dan çıxacam bunun 40%-ni. Qaldı nə? 0.6x. Bu qalıb. Sonra bunun 30%-ni oxuyur. Yəni, 0.6x-in 30%-ni. Bu da bərabərdir. Belə yazaq da. 18x-da 100. Bu nəyə bərabərdir? Bu 36-ya bərabərdir. Bu 36-ya bərabər hər tərəfi 18-ə böldüm. Qaldı 2. X da bərabərdir nə? 200. Biz bu 200 bütün kitabın səhifəsidir. Kitabdan oxumadığı səhifələrin sayını istəyir. İndi 200-ün əvvəlcə 40%-ni oxuyub. 200-ün əvvəlcə 40%-ni oxuyubsa, yəni 80 səhifəsini oxudu. Qaldı 120-si. Sonra 120-nin də 30%-ni oxudu. Yəni 36-sını şərtdə də verildiyi kimi. 120-dən də çıxaram 36-nı. Qalar nə? 4, 84. B bəndi. B bəndi. Aydın oldu. Keçdik 31-ci suala.
31-ci sualda nə deyir? Deyir, düzbucaqlının uzunluğunu 20% azaltsaq, perimetr 48 cm olar. Perimetri 48 olan kvadrat alınır. Deməli, bu düzbucaqlının perimetrini istəyir. Əgər bir kvadratın perimetri 48-dirsə, deməli onun tərəfi nəymiş? 4-ə böləcəm 12. Bəs yaxşı, 12 nəyin 20% azaldılmış halıdır? Bilmirəm. Deməli, bunu mən tənasüblə yazacağım ki, əvvəlki düzbucaqlının uzunluğundan gedir söhbət. Uzunluğunu x desəm uzunluğuna, x bilmirəm. 100% imiş əvvəlki uzunluğu. İndi bu 20% azalıb 80% olub 12 olubsa. Buradan ixtisarlarımı aparacağım. 20 ixtisar aparıram 5, 20 ixtisar apardım 4. 4 ilə də 12, 3. X bərabər oldu nəyə? 15-ə. Deməli, düzbucaqlının uzunluğu nəymiş? 15. Eni də təbii ki 12 imiş də. 15 ilə 12-ni cəmlədik, elədi 27. 27-ni də 2-yə vurduq, 54. B bəndi. Sonra 32. OY oxuna nəzərən simmetrik olan nöqtənin koordinatı cəmini tapın. Yoldaşlar, hansı oxa nəzərən simmetrik deyirsə, biz o oxun işarəsini dəyişmirik. Orada olmayan, nə yoxdur bizdə? OX yoxdur şərtdə. Deməli, OX-in işarəsi dəyişib. Yəni, A əvvəl müsbət 4, müsbət 6 imiş ki, o Y-ə nəzərən çevirəndə o Y-in işarəsi dəyişməyib, olmayanın, yəni X-in işarəsi dəyişib. Yəni, əvvəl bu haldaymış, bunun da koordinatları cəmi 10 eləyir. 33. Şəklə əsasən X-i tapın. X nədir bunlar? Daxili bucaqlar. Biz bilirik ki, üçbucağın daxili bucaqlarının cəmi nədir? 180. Yəni, orada cəmləyəcəyik, bir tənlik alacaq. 2x plus 10 plus 3x minus 20 plus x plus 40 bərabərdir nəyə? 180-ə. Burada olacaq 5, 6x bərabərdir. 6x üstə gəl 30 bərabərdir 180. 6x bərabərdir 150. X bərabərdir 25. Cavab D variantı. 24. Rəqəmləri azalan sıra ilə düzülmüş 10 rəqəmli ədədin 4-ə bölünməsindən alınan qalığı tap. Rəqəmləri azalan sıra ilə düzülsə, deməli biz 9-dan başlamışıq, 0-a kimi 10 dənə rəqəm düzmüşük. Və 4-ün bölünmə əlaməti nədir? Son 2 rəqəmi ya 0 olmalıdır, ya da 4-ə bölünməlidir. Bunun son 2 rəqəmi 10-dur. Onu da 4-ə böləndə nə qalır? Qalıq C variantı 2. 35. Ardıcıl 10 tam ədəddən ən kiçiyi ilə ən böyüyünün cəmi 3 olarsa, bu 10 ədədin cəmini tap. Ardıcıl 10 tam ədəd deyirsə, mən birinci ədədi nə götürürəm? Birinci ədədi x götürdüm. Tam ədəd dediyinə görə üzərlərinə 1 əlavə eləyə böyüdürəm. 3, 4, 5, 6, 7, 8 və nəhayət sonuncu. Burada ardıcıl 10 dənə tam ədəd var. İndi məndən ən kiçiyi ilə ən böyüyünün cəmi deyir nədir? 3-dür. Yəni x plus 9 bərabərdir 3-dür. 2x bərabərdir -6, x bərabərdir nə? -3. İndi gətirib yerinə yazıram. -3, üzərinə 1 gəldim. -2, -1, 0, sonra 1, 2, 3, 4, 5, 6. Bizə indi bunların cəmini istəyir. Bu ilk mənfilərlə 3 dənə. Bunların cəmi nə oldu? 0.
Yerdə qalanlar 10, 15. Cavab B bəndi olacaq. Yəni 15. Sonra uc nöqtələri deyir. 3-cü, 4-cü rübdə olan parçanın koordinat oxlarını kəsdiyi nöqtə aşağıdakılardan hansı ola bilər? Yoldaşlar, 3-cü, 4-cü deyirsə, yəni bir nöqtə burada, bir nöqtə buradadır. Hansı ola bilər? Təbii ki, x-i 0, ordinatı da mənfi olan. Çünki aşağıda da ordinat oxundan, koordinat başlanğıcından aşağıda olanda ordinat nə olmalıdır? Mənfi olmalıdır. Cavab olacaq B bəndi. 37. 37 deyir ki, tənasübün orta hədlərindən biri 6, birini 6 dəfə artırıb, kənar hədlərindən birini 3 dəfə azaltdıqda, digər kənar həddi necə dəyişmək lazımdır ki, tənasüb doğru alınsın? Yoldaşlar, bir tənasüb yazacağım. Məsəl üçün, 18 bölünsün 2 bərabərdir 27, bir dəqiqə artırıb orta hədlərindən birini, kənar hədlərindən birini, bunu da 9 edir, bunu da 3-ə böldüm. Doğru tənasübdürmü? Bəli, burada 9 edir, bu tərəfdə 9 edir. İndi orta hədlərindən birini 6 dəfə artırdım. Bu 2-ni 6 dəfə artırdım, 12. Kənar hədlərindən birini də 3 dəfə azaltdım. Bunu azaltdım. Nə oldu? 6. Deyir ki, digər kənar həddi, bir dəqiqə, mən düzgün oxumadım. Deyir ki, orta hədlərin hər ikisini 6 dəfə artırıram. Hər ikisini artırıram. Bu olur 12, bunu da 6 dəfə artıranda nə eləyir? 6, 42, 2-ni yazdıq, 4 yadda, 12, 16. Hesablamalarda sizdə diqqət edin, bəzən ola bilər, səhv eləyəm mexaniki hesablayanda. Kənar hədlərdən birini 3 dəfə azaltdım. 3 dəfə azaltdımsa, məsəl üçün 18-i 3 dəfə azaltdım. Və yaxud da bu 3-ü 3 dəfə azaldıram. Nə eləyir? 1. Deyir ki, digər kənar həddi necə dəyişmək lazımdır ki, doğru tənasüb alınsın? Bilmirəm, bax, bura bir x yazıram. Tənasübün bu tərəfi nə eləyir? 162. Deməli, bura da 162 eləməlidir də. Bura 162 eləməsi üçün x nə olmalıdır? X-da mən, onda deməli 162-ni 12-yə vurmalıyam. 162-ni 12-yə vuranda nə eləyir? Kənarda tez hesablayaq. 162 vur 12. 4, 2, 3, 2, 6, 1. 4, 4, 9, 1. 1944. Deməli, x nə olmalıdır? 1944 olmalıdır. Yəni, burada 18-in altında. Bəs yaxşı, 18-i deməli, mən neçə dəfə aydın olur ki, artırmalıyam. Neçə dəfə artırmalıyam? Bunu böləcəm 18-ə. Düşəcək 1, 18, 1, 4. 14-də olmadığına görə 0 yazdım. Burada 4 düşəndə nə eləyəcək? 8, 108. Deməli, mən 18-i 108 dəfə artırıb bura 1944 yazmalıyam ki, tənasübüm nə olsun? Dəyişməsin. Cavab A variantı. 38-də nə deyir? Deyir, diaqrama əsasən A nədir? A 120, A 120, B 56, C də nədir? 66. Ədədlərinin sadə vuruqlarını yazın və rənglənmiş hissədəki vuruqların ümumi sayını tap. Deməli, biz bunların hər birini nə etməliyik? Sadə vuruqlara ayırmalıyıq. 120-ni sadə vuruqlarına ayırıram. Eləyir 60, 2, 30, 2, 15, 3, 5, 5, 1. Bir dənə də yoxlayaq. 30, 15, 3, 1. Bəli. İndi keçirəm 56-nı. 56-nı sadə vuruqlarına ayırıram. 2, 28, 2, 14, 2, 7, 7, 1. Düzgün ayırdıq mı? Bəli. Keçirik 66-ya. 2, 33, 3, 11, 11, 1. İndi gəlirik Eylerven diaqramımızı çəkirik. Buradan 1, buradan biraz böyük çəkək ki, hamısını yerləşdirə bilək.
Bu A-dır, bu B-dir, bu C-dir. Birinci mən A ilə B-nin ortaqları. A ilə B-nin baxıram ki, ortağı nədir? 2 dənə, 3 dənə 2-dir. 3 dənə 2. Bax, bura 3 dənə 2 yazıram. 1, 2, 3. 3 dənə 2 yazdım. Sonra, bəs yaxşı, A ilə C-nin ortağı nədir? A ilə C-nin ortağı, yəni A ilə yalnız C-nin ortağı bir dənə nədir? 3-dür. 2 var burada. Yəni sadəcə A ilə C-nin ortağı olan, B ilə əlaqəsi olmayan bir dənə 3 qalır. 3-ü də buraya yazdım. Sonra keçirəm B ilə C-nin ortağına. B ilə C-nin ortağı bir dənə 2 var. Onu yazmışam bura. Bax, buradadır. Amma başqa, yəni sadəcə B ilə C-nin ortağı yoxdur. Sadəcə B ilə C-nin ortağı yoxdur. Bir də baxım, xeyr, yoxdur. İndi rənglənmiş hissədə, baxın, bir dənə burada var. Bir dənə burada var. Bir də yuxarını istəyir. Baxın, görürsünüz, ümumi olaraq buranı istəmir ümumən. Mənə sadəcə A ilə B-nin ortasını istəyir. Sadəcə A ilə B-nin. Sadəcə A ilə B-nin də 2 dənə 2-dir. Deməli, bir dənə burada, 2 dənə də ədəd burada, 2 dənə də burada. Cavab olacaq nə? C variantı 3 dənə. 39. 39-a radiusları 2-3 nisbətində olan iki konsentrik çevrə arasında qalan halqanın qalınlığı 4 cm olarsa, həmin o halqanın sahəsini istəyir. Yoldaşlar, konsentrik çevrələr nə idi? Mərkəzləri üst-üstə düşən və bir-birlərinə belə də konsentrik, bir-birlərinə toxunmayan heç zaman və mərkəzlər üst-üstə düşən olan çevrələr. İndi radiusları 2-3 nisbətindədir. Yəni, buradan bura 2K-dır. Buradan bura 3K-dır. İndi, bu hissənin qalınlığını istəyirsə, mən deməli, böyüyün radiusundan kiçiyin radiusunu çıxsam, bu halqanın qalınlığı qalır. Və bunların da mütənasiblik əmsalını bilmirəm. Yəni, 2K balacanın radiusudur. 3K da böyüyün radiusudur. Deməli, mən halqanın qalınlığını tapmaq üçün 3K-dan çıxmalıyam 2K-nı. Bərabər edir nə bu? 4. Yəni, K-mız nədir? 4. Onda kiçik radiusumuz 8, böyük radiusumuz da 12-dir. İndi, biz bax bu halqanın, bu qalınlığın buranın sahəsini istəyiriksə, buranın sahəsini, mən deməli, böyük çevrənin sahəsindən kiçik çevrənin sahəsini çıxmalıyam ki, bu hissənin sahəsi qalsın. Olacaq onda, böyük çevrənin radiusu 12-dir. 144 pi-dən çıxacam. Kiçik çevrənin sahəsinin radiusu da 6 olduğuna görə 64 pi-ni. Bu da eləyəcək nə? 80 pi A variantı. 40-cı sualda nə deyir? İki rəqəmli natural ədədlərdən seçilmiş bir ədədin rəqəmləri hasili 24 olması hadisəsi üçün əlverişli hallar. Və bütün iki rəqəmlilərdən gedir söhbət. Əlverişli deyirsə, yəni biz hansı ədədləri, neçə dənə ədəd var demək istəyir ki, neçə dənə ədəd var ki, onların rəqəmləri hasili 24 eləyir iki rəqəmli ədədlərin içərisində. Baxıram, 3 ilə 8 gəlir ağlıma, avtomatik 83 də gəlir ağlıma. Sonra 24 deyəndə 4 vur 6, yəni 46, avtomatik nə? 64. Başqa da bir rəqəmləri hasili 24 eləyən iki rəqəmli ədəd yoxdur. Amma əgər məndən bunun ehtimalını, deməli cavab C variantıdır, yəni 4 dənədir. Əgər ehtimalını sorursaydı, bu zaman olacaqdı 90-da 4 və yaxud da 45-də 2. Ehtimalımız bu olacaqdı. Çünki ehtimal deyəndə əlverişli halların sayının mümkün halların sayına nisbətidir. Amma burada bizə əlverişləri soruşduğuna görə cavab 4 olacaq. C variantı. Bu qədər. Riyazi məntiqdə də növbəti videoda görüşərik. Sağ olun.